Evlənmək istəyirəm bu il. Mən yox, Məsələn, kimsə. Evlənmək istəyirəm. Eşidərlər sonra. Evlənmək istəyirəm. Niyə? Bunu keçmişdə demişəm. Görmürsünüz ki, oğru kasıbın evinə gəlsin. Bir dəfə Roza xanın evinə gəlmişdi. Gəldi, Roza xan da yuxudan oyandı, gördü ki, aparır da, xalçasını aparır. Götürəndə dedi, ya Əli oğru, qoydu çiyninə. O dedi, hara aparsan onu? Bir ömür ya Hüseyin deyib yığmışam. Bir dənə ya Əli ilə indi aparmaq istəyirsən. Onun evinə gedərsən, bir şey əlbə düşməz. Amma o oğru da hesablayır da kimin evinə getsin əvvəldən. Kasıb adamın evinə cebinə tapacaq. Girib birinin evinə, bu da olmuş şeydir deyir. Gelib axtarıb bir şey tapmayıb, kişini durğuzub yuxudan deyib, adamsan kişisən, bu adam yaşayışıdır, adam belə yaşamır. Belə əziyyət çəkib gəlib, görüb ürəyinin sözünün içində qapısını sındırıb girib, deyib də bu yaşayışdır sənin yaşayışın. Bir şey əlimə düşmədi ki, aparım. Şeytan da insanın o adamlara hücum eləyir ki, ondan nəsə ala bilsin. Ona görə ki, sırat-ı müstəqimin, doğru yolun kənarındayam, doğru yolun yanındayam, doğru yolda olanları hədəfə almışam. Sizin vaxtda məmində necədir? Bizim vaxtda lap çox deyərdilər bunu. Biz dinə gələndə cəmaat buynuz çıxardırdı 90-cı illərdə. Yəni, dəhşətə gəlirlər ki, bizim bir qohum var, mənə dedik, getdin kimi oxşadı, nəsə. Bizim nəslimizdə belə adam getdin kimi oxşadın. Cavan adam, cavan oğlan gələsən sən din uyğun deyil axı elə görsənir. Elə görsənir.